Eşq kərvanına mən necə qoşulum? Hamı Kərbəlaya gedə bilmir. Hamı Ərbəyin yürüşündə iştirak edə bilmir. Əgər qəlbində bu arzunu daşıyırsansa, Allah sənə də o ziyarəti qismət edər inşallah. Eşq kərvanı təkcə ayaqlarla gedilən yol deyil, o qəlblə seçilən yoldur. Əgər sən haqqı yalandan üstün tutursansa, əgər zülmə razı olmursansa, əgər Həzrət Hüseynin uğrunda şəhid olduğu dəyərləri öz həyatında yaşatmağa çalışırsansa, sən artıq o karvanın yolçularından birisən. Kərbəlaya çatmaq çətin deyil, ən çətini Kərbəlanın mesajını yaşatmaqdır. Çünki Həzrət Hüseyn insanları sadəcə ağlamağa yox, dəyişməyə çağırırdı. Eşq kərvanına qoşulmaq o deməkdir ki, hər gün öz nəfsinlə mübarizə aparasan, haqqın yanında dayanasan və harda olursan ol, vicdanını satmayasan. Bəs düşün, sən Kərbəlaya getməyi arzuyursan, yoxsa Kərbəlanın yolçusu olmağı?